Çıldırlı Aşıq Şenlik dayısına deyir ki, dayı, Zimistan çəkildi dağlara, yaz buta verdi bağlara. Gedək görək ellərdə, obalarda nə var. Gedirlər, çatırlar İrəvan yaxınlığına, Çobankərə, Şöllü kəndlərinə. Gəzirlər, dəbdəbəli, təmtəraqlı bir evin yanından keçirlər. Görürlər ki, bülbül necə də cəhcəhlə, gözəl avazla oxuyur. Aşıq Şenlik deyir ki, dayı bir əylən görək. Bu evin ki, bülbülü belə oxuyur, belə gözəl cəhcəh vurur. Gör indi bu evin sahibi necə adamdır. Qapını döyürlər, nökər açır. Nökər Aşıq Şenliyi görəcək, xeyli sevinir. Tez gedir bəyi çağırmağa. Gedir, görür ki, bəy oturub süfrə başında döşəməli plovdan döşür. Deyir, bəyim, Aşıq Şenlik gəlib qonaq. Bəy nökərin keyfinə soğan doğrayır. Deyir ki, get denən ki, evdə yoxam. Nökər xeyli pərişan olur və gəlir. Elə olduğu kimi acıq çıxanda deyir ki, bəy deyir ki, evdə yoxam. Dayısı deyir ki, gedək bacı olur da, burada qalmağın mənası yoxdur. Aşıq Şenlik deyir, dayan. Bu bəyə deyəcək bir iki sözüm var. Girir içəri, görür bəy oturub yeyir, kamal ədəblə. Bəy də bu vəziyyətdə xeyli utanır. Belə başlayır üzrxahlıq eləməyə. Aşıq Şenlik ilə bədahətən yerindəcə bu şeiri dilləndirir. Allahı sevərsən, qonaq et bizi. Bir gecə əylənib yatar, gedərik. And içirəm, görünmərik gözünə. Bildir yağmış, qardan betər gedərik. Səhər tezdən durub, sən bizi səslə. Atı qoy məzətə, müştəri istə. Əgər ki verməsək, sən bizi qısda. Dəyər dəyməsinə satar, gedərik. Şenliyəm, durmuşam aslan şəstində. Nə durubsan qarın qarta qəstində. Ağ eyvan içində, peykan üstündə. Yorğansız döşəksiz, yatar, gedərik. Aşıq Şenliyin də ruhu şad olsun.